Okey. Səsimdə problem yoxdur, qırılma filan. Hər şey qaydasındadır. Bəli, Əla. bəli. Deməli, dostlar, başladıq. İlk növbədə e, hər birinizi xoş gördük. Bayaq deyəcəyimi indi deyirəm. Mən Xəzər müəllim. İnşallah ki bir 5 aylıq, 5 ay yarımlıq hətta deyərdim, fevral ayında qaçsaq, desən elədi. Bir dərs müddətimiz olacaq. Ümidvaram ki, hər şey qaydasında olar. Ə, necə deyərlər, mən sizə kömək eləyə bilərəm, yəni bundan bağlı. Daha doğrusu əlimdən gələndə edəcəm. Sadəcə indi məsələ nədir uşaqlar? Birinci onunla başlamaq istəyirəm ki, hal-hazırda bayaqda dediyim kimi söz bazası ilə bağlı suallar daha çox düşür və ona görə bizim öhdəmizə düşən odur ki, biraz söz öyrənmək. Biraz deyəndə, yəni bir normal səviyyədə, hardasa verdiyim tapşırıqları filan belə deyək də oxumaq lazımdır. Bir də ondan əlavə e, İndi sözləri və sair öyrəndik, oxuduq, bu gözəl. Sözləri tətbiq də eləmək lazımdır təbii ki. Yəni sadəcə bütün günü məsələn söz öyrənim, söz oxuyum, tutaq ki, digər məsələn mətn eləməyim, dinləməyə qulaq asmayım, ya nə bilim, digər testlərdə indi özünüz dərslərin gedişatında görəcəksiniz ki, biz nələr işləyirik. Məsələn, onları eləməyim. Hə, bu da faydasızdır. Yəni hamısını necə deyərlər, yerində eləmək lazımdır. Bir də əlavə dostlar, onu deyim ki, sizə sizin indi ilk dərsinizdə bu onlayn. Hələ məntiqi informatikaya girməmisiniz məncə. E, Bəli. Məntiq və informatikada material daha az olur. Nə bilim, bu mənim öz fikrimdir. Niyə görə? Yəni orada məsələn bir kitabdır, müəllim verdi, oxudun, testini elədin və s. Və yaxud da əlavə istəsən nəsə eləyə bilərsən və yaxud da müəllim əlavə işlədə bilər. Bizdə hələ dostlar əlavəni qoyuram kənara. Bizim özümüzün belə deyək də proqramımıza bir 4 bölmə daxildir. Baxın, dinləmə, oxuma, writing, yazmaq, esse və qrammatika 4 dənə. Yəni ayrı-ayrı baxın 4 bölmədir. Məsələn, IELTS dərslərində hətta müəllimlərə bu çox yük olur deyə hərəsini biri deyir. Qrammatikanı bir müəllim keçir, reading listeningi biri eləyir, tutaq ki, writingi biri keçir, speakinglə də biri məşğul olur. Və amma fikirləşin biz burada dördünü bir yerdə, bir arada eləyirik və çalışırıq ki, bunu 2 günə sığdıraq. Onu nəyə gətirmək istəyirəm uşaqlar? Yəni işimiz bir balaca ağır ola bilər. Yəni bunu əvvəlcədən deyim, amma o demək deyil ki, ağır olacaq deyə hə biz bunları qoyaq kənara ki, ay mən oxuya bilməyəcəm və s. və s. Belə şeylərə qapılaq. Yəni mən həmişə belə deyirəm də, sizdən əvvəl də baxın hazırlaşanlar olublar. İndi asan dövr olub, çətin dövr olub, onları müzakirə eləmirəm. Hamı bu yoldan keçib. Və yəni hərənin də öz məqsədi var. Elə deyil. Əgər bu gün tutaq ki, gecə bu vaxtı qoşulmuşuqsa bura, hər birinizin özünə məxsus məqsədi var ki, birinizin nə bilim işlə bağlıdır, biriniz sırf təhsil istəyirsiniz, digəri doktorantur oxumaq üçün eləyir. Yəni əsas odur məqsədimizə çatmaq üçün, yəni nəsə addımlar ataq. Bir də əziyyət çəkək. Əzmli olmaq lazımdır. Mən həmişə deyirəm, yorulmaq, yəni ki, yorulmamaq lazımdır bu yolda. Qısa müddətdir uşaqlar. İlk günümüzdür. Bir də görəcəksiniz ki, oktyabr, noyabr, dekabr və s. və s. aylar o qədər sürətlə gedir. Sadəcə amma gedən ay olmasın bizdə. Yaxşı, çalışaq ki, bu ayları səmərəli istifadə edək. Və sizin bir üstün cəhətiniz də odur ki, siz sentyabrdan başlayırsınız. Yəni sizin 4 ay vaxtınız var. Yanvarı saymıram da. Yanvar təkrar aydır bizdə qəbullar işləyirik. Yəni 4 ay çox böyük bir aydır. Yəni belə deyək, çox uzun müddətdir daha doğrusu. Bu gün uşaqlar o qədər danışmışam, yəni dərsdə sözlərim bəzən belə biraz şey çıxa bilər. Səhv sözlər istifadə edə bilərəm, üzrlü sayın indidən. Və yəni 4 ay uzun müddətdir. Yəni bu 4 ayda çoxlu şey eləmək olar. İstər söz baxımından, istər bazası zəif olan tələbə istənilən qədər söz öyrənə bilər. İstər güclü tələbə özünü daha da inkişaf elətdirə bilər. 25 yazmaq üçün məsələn. Yəni ona görə belə deyək də ayı aya, günü günə satmayaq. Bunu əvvəlcədən deyirəm. Çünki bəzən olur. Tələbələr ingilis dilinə biraz dırnaqarası baxırlar. Tutaq ki, baxın dərsə qoşulmuşuq. İndi sayımız yaxşıdır. İkinci dərs biraz daha yaxşı olur. 3, 4, 5 yanvara qədər ingilis dilində adam tapmaq olmur. Çünki qoşulmurlar. Əşi ingilis dilində 5 dənə, 6 dənə yazaram. Ya belə fikirləşirlər. Ya da ki, yaxşı olan tələbə də deyir ki, əşi ingilis dilidir, yenə də mən bilirəm, dərsə də qoşulmuram. Amma uşaqlar, belə eləsək biraz məsuliyyətsizlik yaranır, testlərdən məlumatsız qalırsınız. Aydındır. Arada məsələn bizim
necə deyirlər, əlaqəmiz itir. Sözü mən axtarıram daimi. Məsələn yazıram hardasan, niyə qoşulmursan və sair və sair. Amma indi belə deyək də özünüz bilirsiniz ki, çoxlu işlər olur və tələbə sayı da biraz şey olduğuna görə hamıya bir-bir yazıb məsələn axtarıb tapmaq olmur. Ona görə çalışın ki, dərslərdən geri qalmayasınız. Ünsiyyətdən, yəni belə deyək, əlaqədən kənar qalmayasınız. Nəsə bir sualınız, sözünüz var, qrupumuz var. Qrupa yaza bilərsiniz. Mənim nömrəm orada var. Sonu elə yazmışam da hə qrupa. Bax ona müraciət eləyə bilərsiniz daimi ki, biz şeydə olaq, əlaqədə olaq ki, bizim dərslə bağlı bağlarımız qırılmasın, itməsin. Bu belə dərsə qoşulmağı dedim, məsuliyyətli olmaq lazımdır. Bunu dedim, sözləri öyrənmək lazımdır. Bunu da qeyd elədim. Bu öz yerində. İndi uşaqlar, siz nədən imtahan verəcəksiniz? Gəlin ona baxaq. Dostlar, problem yoxdur səsimdə. Eşidirsiniz məni? Mən özüm danışıram. Bəli, müəllim eşidilir. Əla. İndi uşaqlar, bu bir qəbuldur. Baxın buna zəhmət olmasa. Burada 2000 səhv eləmirəmsə 23-ün qəbul olmalıdır bu. Burada bir dəqiqə bunun rəngini qızardım. Bu bir qəbuldur dediyim kimi uşaqlar. Bunu özüm istifadə elədim ki, işləmirik bunun üstündə heç nə. Sadəcə olaraq sizə göstərəcəm ki, imtahan necə düşür, struktur nədir, necədir, tanış olun onunla. Baxın, ilk 5 sualımız dinləmədir. Bax fikir verin. 1, 2, 3, 4. Ekran aydın görünür sizdə. Bulanıq deyil. Görünür. Görünür. Biraz da böyüdüm, lap yaxşı görün. Baxın, ilk 4 və 5-ci sual. Deməli, ilk 5 sual bizdə dinləmədir. Adi variantlı dinləmədir, qapalı suallardır. Bir də ki, magistr imtahanda səhv düz aparmır, onu da deyim sizə. Belə, 5 sualımız bu yerdə. Sonra gəlir uşaqlar, mətn. Mətnlə bağlı belə deyək, 10 dənə sualdır. Əslində 2 dənə mətndir, bölüblər. 5 sual bir mətnə, 5 sual da bir mətnə. Və birinci mətn əhatə eləyir 6, 10, baxın. Və bir dənə burada biraz fərqli sual tipi. Sənə baxaq. Aşağı enim. Çox gəldim desəm bir dəqiqə uşaqlar. Deməli 6. Aha, gəldik. Baxın. Bunu mən necə balacalaşdırım bir dəqiqə. Böyütdüm əksinə. Hə, əla. Bu belə qalsın. Uşaqlar, baxın, 6-cı sual true false-lardır. Bir dənə fikir verin. Sırf true false-lardır və 6-cı sualda indi bilənlər bilir. Bax 4 dənə əslində sual var orada, yarım başlıq var. Sən əgər 4-ünə düz cavab vermisənsə neçə bal alırsan? 1. 1 bal alırsan. 3 dənəsinə tutaq ki, məsələn 6 1-ə düz cavab yazmısan, 6 2-yə düz cavab yazmısan, 6 3-ə düz cavab yazmısan, 6 4-ə məsələn səhv. Olur da indi 3-ü düz, 1-i səhv. Olur 0,5 bal. Bunu belə verirlər. Bir də uşaqlar, ola bilər bir dənə düzün olsun, iki dənə düzün olsun, onda ucu bal vermirlər. Deməli, true false testlərində mənim əgər ki, doğru cavabım 4 dənədirsə 1 bal alıram, bu öz yerində. 3 dənədirsə 0,5 bal alıram, amma 1 və yaxud da 2 dənə, yəni belə deyək, 3-dən azdırsa, mən artıq bal əldə eləmirəm. Yaxşı, true false əslində biraz ədalətsizdir. Məzən olur 15 dəqiqə vaxt sərf edirsən. Məsələn, tutaq ki, bal əldə eləyə bilmirsən, 2 düz, 2 səhv qalır. Məsələn. Amma elə də məsələn çətin də olmur. İndi birazdan göstərəcəm sizə necə eləmək lazım, necə yanaşmaq lazımdır. Sonra uşaqlar, burada məsələn 7-yə baxın, 8-ə baxın. Ənənəvi qapalı suallardır. Məsələn 9-a baxın, yenə qapalı suallardandır. Bildiyimiz variantı da, yəni 5 variantı olan. Bir də əlavə olaraq, bax 9 tipli testlər
daha çox qəbulda olur. Yəni hər mətndə səhv eləməsəm, keçən il də elə idi, ondan əvvəlki il də elə idi. Hər iki mətndə belə desək, 9 tipli sual olur. Sözü verir, sinonimini istəyir. Ya definition istəyə bilər, izahı nədir? Bir də uşaqlar, curious söz nə deməkdir? Kim deyər? Hər şeylə maraqlanan. Bəli, afərin. Hər şeylə maraqlanan. Tamamilə doğrudur. Bəli, hər şeylə maraqlanan deməkdir. İndi bunun sizcə e, sinonimi nə olar dostlar? Marağa soruşuram. İnteres ola bilər A bəndə. Bəli, interested ola bilər əslində. Məsələn üçün curious, interested, maraqlanan. Amuse nə deməkdir? Kim deyər? Əylənən, Olar. Experience nədir bəs? B variantı. təcrübəli, Təcrübəli. Indifferent, differentdə fərqlənməyən, Müxtəlif. laqeyd. Uşaqlar, Laqeyd. different bir müxtəlifdə adam bir ağlından keçir ki, qeyri-müxtəlif desin ona. In var T qabağında, amma indifferent olur laqeyd. Educated nədir bəs? Təhsilli. Təhsilli. Təhsilli, bəli. Məsələn, uşaqlar görürsüz, belə gördüyümüz, necə də qorxduğumuz kimi deyil daha doğrusu. Elə də çətin deyil. Və bu sözlərin hamısı da verəcəyim PDF-də var. Təbii ki, dostlar, ildən ilə fərqlənir. Məsələn, 2025-in fevralında, hə, 2025-in fevralının qəbulu daha çətin idi, nəinki bu. Yəni bir il daha rahat olur, bir il daha çətin olur. Amma bu bizim hazırlığımızdan asılıdır. Yəni din bizə demir ki, hə, bu il rahat olacaq, bu il asan olacaq və yaxud da bu il daha çətin olacaq. Onlar sadəcə belə deyək də imtahan tərtib eləyirlər B1, B2 səviyyədə. Və ildən ilə fərqlənir. Bir il mətn daha rahat ola bilər, sözləri daha tanış ola bilir, bir il daha çətin ola bilir. Biz də ona tam hazır olmaq üçün həm sadələri öyrənirik, sadə sözlərdən başlayırıq, həm də mürəkkəbləri öyrənirik, mürəkkəb mətnlər eləyirik ki, hər birinə hazır olmuş olaq. Belə. Sonra uşaqlar, gəldim 10-cu suala. İndi 10-cu sual mətnin artıq açıq sualıdır. 10-cu sualla birinci mətn bitir. Bax, fikir verin. Burada artıq sizdən nəyi istəyir? Hətta onu da deyək. Mətndə cavabı olan sualları. Bu hardasa bir 2-3 ildir belə sual tipi düşür. Bu da yeni versiyadır. İngilis dili son 2-3 ildə ancaq dəyişilib. Writing, nə bilim, true false mətnləri gəlib, belə mətndə açıq suallar var. Məsələn, əvvəl mətn bir dənə idi, indi 2 dənədir. Yəni demək olar ki, hər il dəyişikliklər eləyirlər onun üzərində. Məsələn, 10-cu sual 2 ildir, 3 ildir var və eyni sual şərtidir. Yəni bütün tekstlərdə eyni olur ki, mətndə hansı suala cavab var. Məsələn, uşaqlar, burada oturub siz buna cavab yazmırsınız. Məsələn, ta ki, birin cavabı nədir, 2-yə cavab, 3-ə. Sadəcə olaraq mətni oxumusan, məlumatın var və sual deyir sənə, məsələn deyirəm, 4-ü oxuyursan ki, yazıb Koryat Avropadan başqa hara getməyə qərar gəldi. Hə, mətndə veribsə ki, əgər filan yerlərə getdi Avropadan başqa, hə, deməli bunun nəyi var? Bizim üçün cavabı var. 4-ü mən nə edə bilərəm? Götürə bilərəm. Yaxşı. Belə bir şey. İndi birazdan göstərəcəm. Sadəcə bir strukturuna baxaq. Sonra dostlar, gəldi ikinci mətn 11-15 aralığıdır. Eyni şeydir də baxmıram buna. True false-dur. Sonra 12 deməli yenə də baxın sustainable sözünü verib definition-ını istəyir. 13-14 yenə ənənəvi qapalı sual. 15-dəki həmin o açıq sual tipidir. İndi açıqlarla bağlı bəzən tələbələr soruşur. Məsələn, deyirlər müəllim, burada maksimum neçə dənə mən seçə bilərəm? Uşaqlar, maksimum 3 dənə, maksimum 3 dənə. Minimumda 2 dənə seçirlər. Hə, desəz ki, hansı daha belə də şeydir, onu cavab verə bilmirəm. Çünki uşaqlar ildən ilə dəyişir. Məsələn, bu illəri ilə bir mətndə 2 dənə var idi cavab. Təkrarda işləyəndə görəcəksiniz. O birisində isə 3 dənə cavab var idi. Yəni onu mən konkret deyə bilmirəm də 2 götürün ya 3 götürün. Bir də şablon cavab nədirsə, məsələn, ta ki 15-də sənin şablon cavabındır 2, 4, 5. Məsələn, fərz eləyək. Sən yazmısan 2, 5. Ən çox verilən sual bal verirmi? Yox, bal vermir. Bu açıq suallar mütləq şəkildə konkret cavabı olmalıdır. Ya 2, 3, 5 yazımız veribsə cavabını, gərək sən də 2, 3, 5 götürəsən. Nə bilim, 2, 5 veribsə cavabı, gərək sən də 2, 5 götürəsən. Bir dənə əlavə, bir dənə əski götürmək sənin balına nə eləyir? Təsir eləyir deyəndə, yəni 0 bal verirlər də. Aydındır belə. Bununla mətni bitirdik. Bax, uşaqlar,
15-ə qədər gəlmişik. Hələ baxın, bir dənə qrammatikadı tutmamışam. İlk 15 sualımız sırf söz, dinləmə, mətn, leksika ilə bağlıdır, sözlərlə. Sonra keçdik 16-20 aralığı. Uşaqlar, 16-20 aralığı əslində qrammatikadır. Amma, bax, fikir versəz, məsələn, make-up story, bunun qrammatika ilə bir əlaqəsi varmı? Baxın. Heç bir əlaqəsi yoxdur, elə deyil. Yəni, burada sırf söz bazasından söhbət gedir. Məsələn, burada yenə bir sual leksika ilə bağlıdır. Düşürəm aşağıya. Məsələn, 18-ə baxın. Burada da tutaq ki, yenə bu ikinci sualda. Baxın, burada heç qrammatikadan söhbət gedirmi? Polite var, nə bilim, sociable, read sözü var. Bunlar yenə də sözlərlə bağlıdır. Deməli, bizim iki dənə sualımız qrammatikanın özündə də nə oldu? Sırf leksika. İndi 15 ilə 2-ni toplayanda neçə elədi? 17. Hardasa 80%-dən yuxarı sizə balı verir nə? Leksika, yəni sözlər. Sırf söz üzərində işləmək. Yerdə qalan bu 3 sual da adi bizim bildiyimiz qrammatik suallardır. Məsələn, 17-də interrogativ nədir? Sual söz cümlələridir. 19 səhv eləmirəmsə modallarıdır. Bax, fikir verin. Couldn't, had to falan yazılır. Birdən yuxarı qalxım. Chatdə də zaten yazıblar. Düzgün modal feilləri seçin. 20-dəki hamımızın qorxduğu söz önləridir. Belə. Yəni 20 dənə sualın içərisində sırf 3 dənə qrammatikadır. Qalanı hamısı sözdür. 20 balı tutaq ki, bu verdi. Getdiniz 20 balı yazdınız. Yerdə qalır uşaqlar bizdə nə? Writing. Bir dəqiqə gözləyin. Deməli, master words. Bu nədir? Bunu açaq. Bunun içində yazaq bir-iki şey. Bir dəqiqə açılsın Word. Deməli uşaqlar, dediyim kimi, ingilis dili bizə verir 25 bal. Bunun siz 20 bal ilə tanış oldunuz. Dinləmə 5 dənə, 10 dənə mətn sualı ayrı-ayrı. Bir mətnə 5 sual, o bir mətnə 5 sual, qrammatika 5 sual, bunları bildiniz. Qalır yerdə 5 bal. Bunu bizə nə verdi? Writing, yəni esse yazmaq dostlar. Esse. Essedə maksimum bal bizdə neçədir? 5-dir. Amma bu o demək deyil, hamı 5 alır. 0.5 ən minimum baldır. 0.5 balla 5 arasında istənilən balı almaq olar. Məsələn, 4.5, 4.3, 1.5, 1.2, ya nə bilim, 2.5 və s. Belə bir hər hansı bir bal aralıqlarını ala bilərsiniz. İndi bir məsələ də var. Essedə qiymətləndirmə necə aparılır desəz, birinci onu deyim ki, esse üçün sizdə minimum söz həddi var. Nə qədər olmalıdır? 150 minimum sərhəddir. Maksimum sərhədi deyirlər ki, bunun 200 olmalıdır. Yaxşı. Və qiymətləndirmə 4 dənə meyara görə gedir. A, B, C və D. Uşaqlar, tutaq ki, A meyarı gedir akademiklik. Yəni sən esseni nə qədər akademik yazmısan. Yəni nə qədər belədir. Çünki sizdən tələb olunan esse akademik olmalıdır. Və ona baxırlar. Ta ki sən akademiklikdən almısan, o maksimum 5 baldan ta ki 3. B meyarı qrammatika. Ta ki sənin qrammatikan əladır, hər bir şey qaydasındadır, qrammatik səhvin yoxdur. Bundan aldım 5. C meyarı uşaqlar mövzu ilə əlaqədir. Məsələn, sizdə verilən mövzu ilə sizə yazdığınız mövzu uyğun olmalıdır. Yoxlayan adam ona çox fikir verir. Ona görə, məsələn, tutaq ki, buradan da almısan 4 fərz eləyək. İndi mən yarım ballar yazmadım. D meyarda uşaqlar, ümumiyyətlə, belə deyək,
qoyulan tələblər ki var. 150 söz olmalıdır. Nə bilim, essenin strukturu var. Giriş olmalıdır, əsas hissə olmalıdır, nəticə olmalıdır. Bunlara əməl qaydalarıdır. Ona da əməl eləsən, məsələn deyirəm, ta ki bu da 3 almısan. Bunu nə eləyirlər? Toplayırlar. Neçə elədir bu? 8, 8-ə 4 neçə eləyir? 12. Bu da 15. Elə deyil. 15-i bölürlər 4-ə. Ədədi orta tapırlar. Onu da 4-ə böləndə neçə eləyir? Səhv eləmirəmsə 3,75. Bax sizin esse balınız olur elə. Yəni essedən bal belə çıxır. Bu öz yerində. Sonra uşaqlar esse yazmaq. İndi bəzi tələbələr var, özləri rahat yazırlar. Bu okeydir. Özünüz rahat yaza bilirsinizsə elə ən gözəli yazmağınızdır. İndi writing-lə bağlı dərslərimiz də olacaq. İndi mən burada ümumi məlumat verirəm sizə. Evə tapşırıq da verəcəm, yazıb atacaqsınız mənə. Sınavlarda da olacaq esselər. Onun üzərində işləyəcəksiniz. Amma bir də var ki, dostlar, esseni məsələn üçün nə qədər eləyir yaza bilmir. Ya söz sayını çatdıra bilmir artıq. Belə olanda mən şablonlar verirəm. Sözü şablonları o qədər tövsiyə eləmirəm, amma verirəm. Şablon nədir? Yəni heç nə yazmamaqdansa nəsə yazmaq da necə deyərlər, faydalıdır ən azından. Şablonlar elə bilin ki, tekstlərdir. Onların aralarda şeylər olur, boşluqlar. Sən o boşluqları artıq özün doldurursan. Məsələn, in my opinion, hamı eşidib də. Tutaq ki, yazırsan, mən yazıram məsələn, in my opinion, ə, belə bir şey yazdım. Tutaq ki, 3 dənə nöqtə qoyuram və cümləni belə tamamladım. In my opinion mənim şablonumda sizə verdiyim. O 3 nöqtəni də artıq özünüz 1-2 dənə sözlə tamamlamalısınız. Mən də bir sadə bir şey yazdım ki, siz başa düşəsiniz bu formada. Və orada söz sayı hardasa bir 90 dənə ya 100-ə yaxın elə olur. Bir 50 dənə də özünüzdən yazsaz, tamamlanıb 150 ola bilir. Şablondan dostlar, ala biləcəyimiz bal nə qədərdir? Yəni belə mən təcrübəmdə o şablondan elə bu aralıqda alırlar. 0,5-2 aralığında dəyişir. 0,5, 1, 1,5 və belə bal. Bir dənə bu il bir tələbəm həmin şablondan 3,5 almışdı. Bu da necə almışdısa bilmirəm, amma 3,5 vermişdilər şablon esseyə. Belə. O da ki, indi nadirən olan şeylərdəndir. Amma ümumən 0,5-2 arasında dəyişir. Uşaqlar, heç yoxdansa, yəni yaxşıdır da, belə deyil, baldır, elə deyil. Üstünə gəlir, toplanır, nəsə bir şey olur. Təbii ki, məqsədimiz, niyyətimiz yuxarı olmalıdır ki, nə qədər yuxarı olsa, bir o qədər yaxşı olar. Çünki minimumdan gedəndə minimumu yığmaq da çətin olur. Amma çalışın ki, məqsədinizi yuxarı qoyun ki, ən azından istədiyiniz həddi toplaya biləsiniz. Bu belə. Sonra əlavə bir-iki dənə də eşitdiyim məsələni sizə deyim. Aha, buyurun. Eşitmişdim ki, speaking olacaq. Mən Qrammatika də olmayacaq, speaking ona olacaq. gələcəkdim, dostlar. Speakingdən bağlı deyirlər, dostlar, şayədir. Öz bilirsiniz ki, şayələr yayılanda əslində doğru olur. Amma mən nəsə inanmıram. İndi bu mənim şəxsi fikrimdir. Çünki indi özünüz bilirsiniz də, hardasa bir 15 min, 20 minə yaxın keçən tələbə qeydiyyatdan keçmişdi. Və tutaq ki, speakingdə fikirləşin ki, kəsir yoxdur. Yəni deyirlər ki, istəyən danışsın, istəyən danışmasın. Bu 20 min içərisində də ən azı 5 min adam, yəni ki, ən azı 5 min adam olacaq ki, girib danışacaq. Və dostlar, bunu yoxlamaq kompüterlə olur özdə onlarda. Doktorantura dərslərində bizdə belədir ki, doktorantlar girirlər, kompüterdə danışırlar, səsləri yazır, onu müəllimlər, marker müəllimlər yoxlayırlar. Yəni hələ doktoranturada uşaqlar çox az olur. 200 nəfər, 250 nəfər onları yığıb yığışdıra bilmirlər. 3 həftəyə zada onların imtahanı yekunlaşır, yoxlamaq falan. Uzun dərədir. Yəni 5000 nəfəri neçə aya bölmək lazımdır? Çünki orada kompüter təminatı lazımdır, aydındır. Bu mənim öz fikrimdir. Yəni beynimə yerləşdirə bilmirəm heç cür ki, bunu necə eləyə bilərlər. Çünki IELTS-ın özündə də belə kütləvilik yoxdur. IELTS-da yəni 20 min, 30 min tələbə bir aya imtahan vermir. Ya gərək onlar 3 ay əvvəlcədən başlayalar hissə-hissə imtahana, hissə-hissə speaking götürülsün. Yəni ona görə hələ ki biraz ağlım almır. Amma nəsə bir sistem qursalar, belə də işləyən bir sistem, bəlkə də tətbiq eləyə bilərlər. Amma mənim güncəl fikrim odur ki, hələ ki bu il üçün məncə o speakingin olması real görünmür. Bir də uşaqlar, real görünən bir məsələ var, o da nədir? Keçən yox, ondan əvvəlki il yoxlamalara mən də girmişdim writing-də. Orada belə bir məsələlər danışılırdı ki, bayaq dediyimiz şablon cümlələr, elələri var ki,
Deməli, 10 dəqiqə fikrimi deyim, bu bizi atacaq təzədən qoşularıq. Məsələn, elələri var idi ki, uşaqlar, deməli, necə deyirlər, yazmır elə, writingi boş eləyir, elə 0 bal alır oradan. Bu da öz yerində. İndi fikirləşirlər ki, writingdən şey gətirsinlər, limit. Amma o limit 1-2 arasındadır. Elə düşünürlər. Ya 1 ya 2 bal. İndi 2 bal biraz çoxdur, hər halda 1 bal olar. İndi bu da nə dərəcədə doğrudur, onu da deyə bilmirəm. Çünki hələ ki danışırlar. Bu hardasa bizə gəlib çatacaq nə vaxt, onu da deyim. Sentyabrın sonu və yaxud da oktyabrın əvvəllərində. Dim bəzən sağ göstərib sol vurur uşaqlar, bilmək olmur. Məsələn, biz yadıma gəlir 2022, 2021-22-də magistra hazırlaşırdıq. Dekabra qədər hamı güllük, gülistanlıq, məsələn, proqramımız üzrə gedirdik, bir mətn, 15 qrammatika. Gəldilər dekabrda dedilər ki, 2 mətn olacaq, o true false düşəcək, nə bilim nə olacaq, belə. Ona görə ola bilər biraz gec də elan eləsinlər, amma hər türlü, yəni inanıram ki, öhdəsindən gələrik. Əsas odur ki, proqramımız var, planımız var, elə deyil. Demək, bu formada bir dəqiqə görüm. Müəllim, bir dənə sualım var mənim. Buyurun. Bu essay yazılması elektron formada olacaq, yoxsa əlinə yazacağıq? Esse uşaqlar əllə, elektron yox. Hə, Vərəqə onda yazırsınız. oturub burada sözləri saymalıyıq, yəni minimum nə qədər söz yazmışıq. İndi bir məsələ var. Əslində, bir dənə uşaqlar qrupa qoy yazım. Siz qoşulanda problem olmadı ki, elə deyil. Xeyr, birbaşa qoşulub. Xeyr. Niyə bəs Ayşə qoşula bilməyib? Orasını bilmədim. Deməli, hə, sualınıza cavab verim uşaqlar. Əllə yazırsınız, bəli, elektron deyil. Saymaq lazımdır. Məsləhət görürəm sayın. 150. Çünki uşaqlar onu dim özü də sayır. Skan eləyirlər. O essenin cavabının gec çıxma səbəbindən biri odur. Hardasa bir həftə falan onun skanına şey gedir, vaxt gedir. Skan eləyirlər, kompüterdə o simvolları sayırlar və hazır esse müəllimin yanına gələndə artıq altına yazılır. İndi uşaqlar yoxlamada da biraz müəllimdən asılıdır. Bəzən elə olur ki, 140 söz yazana bal verirlər. Onu təbii ki, müəllim öz başına vermir, bu dimin göstəricidir. Yəni esse yaxşıdırsa, dil normal yazılıbsa, həmin o tələbəyə vermək olar bal. Amma yəni o limiti keçməyən tələbəyə 5 vermirlər. Onu da yadda saxlayın. 4 vermirlər. Yəni hardasa 2-3 arasında ən hələ belə gözəl esseləri deyək. Amma çox da belə normal esse deyilsə, 0-2 arasında qiymətləndirilir. Yəni uzun sözün qısası da, məsələn 140 dənə söz yazmısansa, bir özünü biraz da sıx 150-yə çatdır. Belə və say ki, çünki burada yenə deyirəm, əziyyət çəkib yazmısan, heç olmaya qoy bal yaxşı olsun. Baxın bu formada. Bunlar belə uşaqlar. Bax bu bizim imtahanın. Müəllim, bir söz soruşa bilərəm. Buyurun. Readingdə söz təkrarlanması baş versə onu da sayırlar. Readingdə, writingdə hə sayırlar onda. Bəli, readingdə. Uşaqlar onların bəli hamısını deməli belə deyək də sayırlar, hamısını götürürlər.